Nordvik qəsəbəsi. Bu qəsəbə Sovet vaxtında 30-cu illərdə salınıbdır. Buranın tikintisində əsasən qulaq məhbusları işlədilirdi. Onlara ən ağır işləri gördürürdülər. Onlar burada port tikirdilər, yaşayış binaları, mədənlər, həmçinin onlar işlədikləri hava şəraiti çox çətin idi, çünki hava həddindən artıq soyuq idi. Nordvik sözünün mənası isə şimal körfəzi deməkdir. Nord şimal, Vik isə körfəz. 1943-cü ildə bura qəsəbə statusu aldı. Burada Sovet hökuməti duz çıxardırdı. Buranın əsas iqtisadi gəlirlərindən biri isə duz və kömür idi. Həmçinin burada neft axtarırdılar və neft tapdılar. Lakin neft buradan çox az çıxırdı və keyfiyyəti çox zəif idi. Bakı nefti ilə nisbətən neftin demək olar ki, keyfiyyəti yox idi. Ona görə nefti çıxartmağı dayandırdılar. Yəni bir sözlə xeyirdən çox ziyan gəlirdi. Buranın hava şəraiti çox soyuq idi. Burada qışda hava 40-45 dərəcəyə qədər düşə bilirdi. Buranın qışı təxminən 9 ay davam edir. Yay isə çox qısa, 1-2 ay və həmçinin sərin keçir. Lakin buranı saxlamaq iqtisadi baxımdan çox baha idi. Qəsəbə verdiyindən çox götürürdü. Logistikanı saxlamaqda çox çətin idi və baha idi. Diktator Stalin ölümündən sonra burada saxlanılan pulsuz işçi qüvvələri yox oldu. Çünki onların bir hissəsi amnistiyaya düşdü, digər hissələrin isə digər lagerlərə köçürdülər. Bu və digər səbəblərə görə burada zavodlar bağlanmağa başladı və insanlar buranı tərk etməyə başladı. Burada mədənlər də bağladılar. 1956-cı ildən bu günə kimi burada heç kim yaşamır. Tikintilər və digər infrastruktur gördüyünüz kimi həm baxımsızlıqdan, həm də soyuğa görə dağılıbdı və ya güclü zədələnibdi.